Ayaz mənə Instagramdan follow göndərmişdi. Mən də heç bilmirəm niyə. Girdim, gördüm belə o qəribə şəkillər yükləyən qaqaşlardan belə düzgün qabağında idman filan. Bilmirəm niyə mən də onu follow back elədim və izləşdik. Christmas ərəfəsi idi. Səyahəti ilə bağlı kommentlər filan elədi. Görüşdük biz bir dəfə kofe üçün. Mən sıfır enerji aldım Ayazdan, yəni sıfır. Həqiqətən belə oturuq. Dediyinə görə də məni gözlədiyi kimi çıxmamışdım. Sözü də deyir. Yəni. Nəsə deməlidir ya yox. Sonra uzun müddət mən əməlli cavabsız qoyurdum o mesajlarını. Sonradan girib o köhnə mesajlara baxırsan şoka düşürəm ki, ay Allah, nə qədər hörmətsiz insan olmuşam mən. Fikir də verməmişəm mesajlarına. Bir neçə ay sonra artıq mənə unfollow elədi cavab. Cavab gəlmədiyini görəndə. Amma stalklayırdı məni, storylərimi falan baxırdı. Nəysə, mən yenə bir səyahətə getmişdim özüm. O ərəfədə qərar verdim ki, Ayaz mənim storyimə baxsa, mən yazacağam. Və beləcə biz artıq yenidən danışmağa başladıq və Bakıya qayıdanda görüşdük və elə o vaxtdan da 5 ay sonra evlilik təklif etdi. Və belə.